Gəlin bir anlıq təsəvvür edək. Nəhəng imperiyalar dağılır, xarabalıqlar üstündə isə yeni, cəsarətli bir respublika yaranır. Və bu, sadəcə yeni bir dövlət deyil, həm də bütün müsəlman şərqində ilk demokratik respublikalardan biri idi. İndi isə gəlin, Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay davam edən, amma sanki bir əsrə sığacaq qədər gərgin və dramatik diplomatik mübarizəsinə birlikdə nəzər salaq. Hər şey bax bu xəritədən başlayır. Bir tərəfdə parçalanmış Osmanlı və Qacar imperiyaları, o biri tərəfdə isə vətəndaş müharibəsinin alovları içində yanan Rusiya. Azərbaycan, deməli, məhz belə bir qaynar qazanın tam ortasında öz müstəqilliyini elan etmişdi. Bu xəritə əslində sadəcə bir coğrafiya deyil. Bu, gənc respublikanın hər tərəfdən təhlükələrlə necə əhatə olunduğunun və varlıq mübarizəsinin başlanğıc nöqtəsinin bir sübutudur. Bu gərgin diplomatik səyahəti daha yaxşı anlamaq üçün gəlin onu 5 pərdəli bir drama bənzədək. Əvvəlcə respublikanın ilk addımları, sonra qərbə doğru kəskin dönüş, daha sonra beynəlxalq tanınma uğrunda gedən mübarizə, qonşularla o gərgin münasibətlər və nəhayət şimaldan gələn o ölümcül təhlükə. Hər bir pərdə əslində bir ölüm-dirim savaşı idi. Və beləliklə birinci pərdə, respublikanın ilk addımları. Bilirsiniz, yeni doğulmuş bir körpə kimi AXC-nin də ilk instinkti sadəcə yaşamaq, sağ qalmaq idi. Yəni bu mərhələdə diplomatiya yüksək ideallardan daha çox sırf ayaqda qalmaq və Osmanlı ilə ittifaq quraraq ilk nəfəsə almaqdan ibarət idi. Osmanlı ilə ittifaq əlbəttə ki, romantik bir seçim deyildi bu, soyuqqanlı bir zərurət idi. Düzdür, tarixi, mədəni bağlar vardı, amma əsas məsələ daxili təhdidlərə və Ermənistanın artan ərazi iddialarına qarşı təcili bir hərbi qalxan tapmaq idi. Bu ittifaq AXC-yə həm vaxt qazandırdı, həm də bir dövlət kimi ayağa qalxmaq üçün həyati bir fürsət verdi. Amma bilirsiniz, beynəlxalq siyasətdə heç nə əbədi deyil. Göz qırpımında, cəmi bir neçə ay ərzində bütün oyunun qaydaları dəyişdi. AXC-nin arxalandığı o böyük güc, yəni Osmanlı imperiyası, Birinci Dünya müharibəsində məğlub oldu. Bu, gənc respublika üçün əsl şok idi. Dünənin müttəfiqi artıq yox idi və onun yerini regiona daxil olan İngilis qüvvələri tuturdu. Və bu da bizi dramamızın ikinci pərdəsinə gətirib çıxarır. Qərbə doğru kəskin bir dönüş. İndi AXC rəhbərliyi inanılmaz bir çeviklik göstərməli idi. Onlar artıq məğlub Osmanlıya yox, müharibənin qalibi olan İngilislərə baxmalı və onlarla necəsə dil tapmalıydılar. Bu, artıq var olmaq üçün məcburi bir gediş idi. İngilislərin regiona gəlişi əslində iki fərqli mərhələdə oldu və bu fərq AXC-nin taleyini həll etdi. Əvvəlcə gələn General Densterville ermənilərin dəvəti ilə gəlmişdi və AXC-yə açıq-aşkar düşmən mövqedə idi. Amma ondan sonra gələn General Thompson artıq rəsmi razılaşma ilə gəlmişdi və ən əsası AXC hökumətini regionda yeganə qanuni hakimiyyət kimi tanıdı. Bu, düşmənçilikdən tərəfdaşlığa bir keçid idi və bu keçid AXC-yə yenidən nəfəs almaq imkanı verdi. Bax, əsl diplomatik məharət məhz budur. AXC hökuməti potensial bir İngilis işğalını öz lehinə çevirməyi bacardı. Onlar İngilislərlə əməkdaşlıq edərək həm müstəqilliklərinə olan birbaşa təhlükəni aradan qaldırdılar, həm də beynəlxalq aləmdə tanınmaq üçün çox vacib bir addım atdılar. Bu, böhranı fürsətə çevirməyin klassik bir nümunəsi idi, həqiqət. Amma mübarizə təkcə Qafqazda getmirdi. Əsl döyüş, əsas cəbhə minlərlə kilometr uzaqda, Parisin o məşhur diplomatik salonlarında gedirdi. Buradakı məqsəd hərbi qələbə deyildi. Məqsəd dünyanın böyük gücləri tərəfindən müstəqil bir dövlət kimi rəsmən tanınmaq idi və bu, AXC-nin gələcəyi üçün həlledici cəbhə idi. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Parisdəki missiyası çox aydın idi. 3 addımlı bir plan. Birincisi, Azərbaycanın digər dövlətlərlə bərabər hüquqlu bir tərəfdaş kimi tanınması. İkincisi, o vaxt yeni yaradılan millətlər cəmiyyətinə üzv olmaq. Və ən son hədəf, Azərbaycanın müstəqilliyinin bütün dünya tərəfindən qəbul edilməsinə nail olmaq. Bu sadəcə bir xahiş deyildi, bu bir haqq tələbi idi. Və bu da yəqin ki, Paris missiyasının ən cəsarətli, ən yadda qalan anlarından biridir. O dövrün ən qüdrətli liderinin, yəni ABŞ prezidenti Woodrow Wilsonun qarşısında Topçubaşovun dediyi sözlərə bir baxın. Azərbaycan bir daha Rusiya tərkibinə qatılmayacaq. Bu, keçmiş bir müstəmləkənin öz keçmiş ağasına qarşı bütün dünyanın gözü önündə səsləndirdiyi cəsarətli bir müstəqillik manifesti idi. Və nəhayət,
Aylarla davam edən o gərgin səylər öz bəhrəsini verdi. 11 yanvar 1920-ci il Antanta Ali Şurası, yəni olatki dünyanın idarəçiləri Azərbaycanı de facto, yəni faktiki olaraq müstəqil bir dövlət kimi tanıdı. Düzdür, bu hələ tam hüquqi tanınma deyildi, amma bu AXC-nin mövcudluğunun beynəlxalq səviyyədə təsdiqi idi və şübhəsiz ki, gənc respublikanın ən böyük diplomatik zəfəri idi. Ancaq beynəlxalq tanınma qazanmaq mübarizənin sadəcə bir hissəsi idi. Evə, yəni Qafqaza qaysanda ACC-ni daha mürəkkəb, daha çətin bir problem gözləyirdi. Gərgin qonşuluq. Elə bir yer ki, burada hər bir sərhəd bir münaqişə potensialı daşıyırdı. Hər bir qonşu isə həm dost, həm də düşmən ola bilərdi. Ermənistanla münasibətlərdə isə AXC çox ağrılı bir güzəştə getməyə məcbur oldu. İrəvan şəhərini yeni yaranan Ermənistan Respublikasına paytaxt olaraq verdi. Məqsəd nə idi? Ümid edirdilər ki, bunun qarşılığında Ermənistan digər ərazilərə, xüsusən Zəngəzur və Qarabağa olan iddialarından əl çəkəcək. Təəssüf ki, bu ümidlər boşa çıxdı. Güzəştə baxmayaraq münaqişə daha da alovlandı. Qonşularla münasibətlər sanki bir mozaika kimi idi. Bir tərəfdə şimaldan gələn Denikin təhlükəsinə qarşı Gürcüstanla qurulan həyati əhəmiyyətli hərbi ittifaq var idi. Digər tərəfdə isə Ermənistanla bitmək bilməyən ərazi müharibələri. İran əvvəlcə düşmən mövqedə olsa da, sonda Azərbaycanı tanıdı. Bax, bu mürəkkəb şəbəkədə tarazlığı qorumaq inanılmaz dərəcədə çətin idi. Və beləliklə, dramımızın son və ən faciəvi pərdəsinə gəlib çatırıq. Bütün bu problemlərin fonunda şimalda getdikcə güclənən yeni bir təhlükə yaxınlaşırdı. Sovet Rusiyası. Bu sadəcə bir qonşu təhlükəsi deyildi. Bu AXC-nin varlığını tamamilə yox edə biləcək bir qırmızı fırtına idi. Hər şey diplomatik bir duellə başladı. Deməli, Sovet Rusiyası AEC-dən tələb etdi ki, antibolşevik qüvvələrə qarşı hərbi ittifaq qursunlar. Bu, əslində Azərbaycanı öz daxili müharibəsinə çəkmək üçün bir cəhd idi. AEC-nin cavabı isə həm cəsarətli, həm də çox diplomatik oldu. Biz neytralıq və sizin daxili işlərinizə qarışmırıq. Bu, nəhəng bir ayının təklifindən nəzakətlə imtina etmək kimi bir şeydir. AXC-nin cavabı isə əsil diplomatik şedevr idi. Onlar, necə deyərlər, Sovetlərin öz silahı ilə özlərini vurdular. Dedilər ki, axı siz özünüz də xalqların öz müqəddəratını təyin etmə prinsipini dəstəkləyirsiniz. Biz də məhz bu prinsip əsasında yaranmışıq. Odur ki, bizim müstəqilliyimiz danışıqlar mövzusu ola bilməz. Bu, Sovet ideologiyasını onların özünə qarşı istifadə edən çox məharətli bir gediş idi. Diplomatiya işə yaramayanda Sovetlər daha məkrli, daha amansız bir plana əl atdılar. Bu, 3 addımlı ölümcül bir tələyi idi. Birinci addım, erməni qüvvələri Qarabağda geniş miqyaslı bir üsyan qaldırır. İkinci addım, AHC ordusunun əsas döyüşkən hissəsi şimal sərhədini boş qoyaraq üsyanı yatırmaq üçün Qarabağa çəkilir. Və üçüncü, son addım, şimal sərhəddi tam müdafiəsiz qaldığı anda 11-ci Qırmızı Ordu heç bir müqavimətə rast gəlmədən ölkəyə daxil olur. Bu, mükəmməl planlanmış bir xəncər zərbəsi idi. 26 aprel 1920-ci il. Bu tarix sonun başlanğıcıdır. Ölkə ordusunun əsas hissəsi Qarabağda vuruşarkən və paytaxtda dərin hökumət böhranı yaşanarkən Qırmızı Ordu sərhədi keçir. Ölkənin müdafiə sistemi demək olar ki, iflic vəziyyətdə idi. Və bu da Respublikanın son anları. Parlamentin fövqəladə iclasında Məhəmməd Əmin Rəsulzadənin bu sözləri tarixin ən faciəvi seçimlərindən birini əks etdirir. Ya müqavimət göstərib Bakını bir qan gölünə çevirmək, ya da qan tökülməsinin qarşısını almaq üçün hakimiyyəti təhvil vermək. Onlar ikinci, daha ağırlı yolu seçdilər, bir şərtlə ki, müstəqillik qorunsun. 28 aprel 1920-ci il cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və hakimiyyəti təhvil alarkən müstəqilliyi qoruyacaqlarına söz verən bolşeviklər verdikləri heç bir vədəyə əməl etmədilər. Beləliklə Azərbaycan 71 illik bir müddətə yenidən Şimal İmperiyasının tərkibinə qatıldı. Amma hekayə burada bitmir. AXC-nin qurucusu Rəsulzadənin bu sözləri sanki bir peyğəmbərlik kimi səslənir. Bir kərə yüksələn bayraq bir daha enməz. Həqiqətən də Cümhuriyyət fiziki olaraq süqut etsə də, onun ideyası, onun mirası və üçrəngli bayrağı insanların qəlbində yaşamağa davam etdi. Və 71 il sonra həmin bayraq yenidən, bu dəfə isə əbədi olaraq yüksəldi. Bəlkə də bu, AXC-nin ən böyük, ən uzun müddətli diplomatik qələbəsi idi.